Sonra bilmirəm ya bunu necə deyərlər də, inanmaq. Mən hələ onu qəbul edə bilməmişəm. Sənə demək, əslən mən demək istəmirdim. İzə səndən sonra mənə zəng elədi. Dedi ki, bəs o məndən daha yaxındır, sənə o heç deyə bilmədi. Ona görə istədi ki, mən deyim. Mən də, yəni, bu adama necə deyərlər? Mamanın da xəbəri yoxdur, belə baxıram. Olsaydı sənə deyərdi ya da nə atanın. Maya, nə deyəcəksən dedə, yəni nə olub? Ölüm deyil ha? Ölüm. Ölüm. Qardaşınla axıncı nə vaxt danışmısan? Axıncı 2 gün əvvəl nə olub ki? 2 gün əvvəl? Hı. Dünən danışmadınız heç? Yox. Heç ağlına gəlmədi? Yox. Maya, sən məni qorxudursan, nə olub? Sən bilmirəm, necə deyim. Özüm belə inanmaq istəmirəm. Belə, elə bir ki, yuxudayam. İnanmaq istəmirəm ya buna. Sənə demək vəbşi... Kaş İzilə deməzdim, mən deyim. Kaş o deyərdi. Maya, açıq-açıq de, nə olubsa denən bilim də məndə. Deyəcəm, amma sual vermə. Prost deyəcəm. Necə deyəcəm, onu da bilmirəm. Deyəcəksən Maya. Sara, qardaşını bugün səhər maşın vurmuşdu. O öz xəbəri var idi. Bir 45 dəqiqə falan olar da xəbər çatdı ki, bəs ölüb. Zarafat edirsən? Kaş zarafat olardı. Qəbuluna bilmirəm. Elə bir ki, şey dedi, Murad dedi, dostu. O xəstəxanada onun yanındaydı. Deyirəm, məzələnirsən, deyir, yox. Zarafat edirsən də Maya. Zarafat yox daha belə şeylərin, yəni zarafat edirsənsə belə. Kaş zarafat eləyərdim. Əlim əsir. Hardadır indi? Xəstəxanadadır. Həkimlər nə deyib? Heç nə, yəni ölüb nə deyəcək? Həkimlər bilmirəm düzü nə deyib, amma yəni Murad dedi ki, elə.